Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edirik. Sınaq 5-i işləyəcəyik bugün. Sınaq 5 hidrosfer mövzusu ilə bağlıdır. Birinci suala baxırıq. Dunay və Reyn çayları üçün oxşar xüsusiyyətləri müəyyən edin. 1. Mənsəbi daxili dənizdə yerləşir. Bu Dunaya aid olan xüsusiyyətdir. Qaradənizə tökülür. Qaradəniz daxili dənizdə yerləşir. Lakin Reyn çayı tökülür Şimal dənizinə. Şimal dənizi kənar dəniz olduğu üçün bunu oxşar xüsusiyyət kimi götürmürük. 2-yə baxırıq. Atlantik okeanının su toplayıcı hövzəsində yerləşir. Bəli, hər ikisi də Atlantik okeana aiddir. 2-ni götürürük. Mənsəbi Qara dənizdir. Dunayın mənsəbi Qara dənizdir. Reyn çayının mənsəbi Şimal dənizdir. 3-ü götürmürük. Mənsəbi mülayim dəniz iqlim tipində yerləşir. Reyn mülayim dənizdir, lakin Dunay mülayim kontinentaldır. 4-ü də götürmürük. Bir neçə ölkənin ərazisindən axır. Bəli, hər iki sayda bir neçə ölkənin ərazisindən axırlar. Almaniya ərazisindən axır. Bu da yenə düzdür. Hər iki sayda Almaniya ərazisindən axır. Deməli, hansı variantları götürürük? 2, 5, 6. Birin cavabı E variantı. İkinci suala baxırıq. Cədvələ əsasən göllərə aid olan əlamətləri müəyyən edin. 1. Qarda İtaliya ərazisində yerləşir. Aid olduğu ölkə subtropik iqlim qurşağında yerləşir. Bəli, İtaliya subtropik iqlim qurşağında yerləşir. 1-i götürürük. 2. Balxaş. İli çayının mənbəyidir. Xeyr, İli çayının mənsəbidir. Ona görə 2-ni götürmürük. Viktoriya. Platformanın əyilmə sahəsində yerləşir. Bəli, Viktoriya Afrikanın şərq hissəsində platformanın əyilmə sahəsində yerləşir. 1, 3. Titicaca yerləşdiyi dağlar Kimmel qırışıqlığında yaranıb. Xeyr, Titicaca bildiyimiz kimi dünyanın ən hündür dağ gölüdür. Cənubi Amerikanın Ant dağlarında yerləşir. Ant dağlarda Alp qırışıqlığına aid olduğu üçün 4-ü də götürmürük. Böyük duzlu çaydərə mənşəlidir deyir. Xeyr, böyük duzlu relikt mənşəli göldür. 5-i də götürmürük. Balaton iki yarımkürədə yerləşir. Bəli, Balaton həm şimal, həm də şərq yarımkürəsində yerləşir. 6-nı götürəcəyik. Deməli, doğru variantlar 1, 3 və 6 A variantı. 2-nin cavabı A variantı. Üçüncü suala baxırıq. Uyğunluq gözlənilmişdir. 1. Colorado dəniz və ya körfəz, Kaliforniyaya aiddir. Okean sakit, bəli, bir düzgündür. Saluyin Cənubi Çin dənizinə tökülmür, Andaman dənizinə tökülür və Hind okeana aiddir. 2-ni götürmürük. Lena Qaradənizə yox, Laptevlər dənizinə tökülür və Şimal Buzlu okeanına aiddir. 3-ünü götürmürük. Yukon Bering dənizinə tökülür, Sakit okeana aiddir. Bəli, 4-ü götürəcəyik. 1, 4. Sena Şimal dənizinə tökülür deyir. Xeyr, Şimal dənizinə yox, La-Manş boğazına tökülür. Atlantik okeana aiddir. 5-i götürmürük. İravadi Andaman dənizinə tökülür, Hind okeana aiddir. Bəli, düzgün variantlar oldu. 1, 4, 6, D variantı. 3-ün cavabı D variantıdır. Dördüncü suala baxırıq. Çayları iki okeanın su toplayıcı hövzəsində yerləşən yarımadalar. Arnhem Land 1'dir, iki okean deyil. Arnhem Land Hind okeandır. Jutlandiya yenə həmçinin 1'dir. Malakka 2'dir. A variantı götürmürük. Skandinaviya B variantına baxırıq. Skandinaviya bəli iki okeana aiddir. Çayları Kiçik Asiyada həmçinin iki okeana. Skandinaviya bu arada deyim Şimal Buzlu və Atlantik okeana aiddir. Çayları Kiçik Asiyanın çayları həm Atlantik, həm də Hind okeanına aiddir. Cape York da həm Hind, həm Sakit okeana aiddir. Avstraliyada yerləşir bu və doğru cavabımız 4-də B variantıdır. 5-ci suala baxırıq. Eller-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Volqa çayı, Dunay çayı. 1. Yerləşdiyi qitənin ən uzun çayıdır. Bu, Volqa çayına aid olan xüsusiyyətdir. Burada yazaq. Bir, Volqa çayına aiddir. Mənsəbinin yerləşdiyi su hövzəsi qədim Tets okeanının qalığıdır. Volqa çayı bildiyimiz kimi Qara dənizə tökülür. Dunay çayı da üzr istəyirəm. Volqa çayı Qara dənizə yox, Xəzər dənizinə tökülür təbii ki. Dunay çayı Qara dənizə tökülür. Hər ikisi də həm Qara dəniz, həm Xəzər dənizi keçmiş Tets okeanının qalıqları hesab olunur. Ona görə 2, 3-ə gedəcək. Buraya yazırıq 2. Okeandan gələn gəmiləri yalnız kanallar vasitəsilə qəbul edir. Bu Volqa çayıdır. Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə gəmiləri qəbul edir. 3 getdi 1-ə.
Su toplayıcı hövzəsində cavan dağlar mövcuddur. Bu Dunay çayına aiddir. 4 getdi 2-yə. Uzunluğu yansızı çayının uzunluğundan qısadır. Hər ikisinə də aid olan xüsusiyyətdir bu. 3-ə gedəcək. 5 getdi 3-ə. Düşmə kəmiyyəti 500 metrdən çoxdur. Bu da aiddir, deməli Dunay çayına aiddir. Bircə dəqiqə, 6 getdi 2-yə. Deməli, 1-ə 1, 3, 2-yə 4, 6, 3-ə isə 2, 5. 5-in cavabı Y variantıdır. 6-cı suala baxırıq. Çay şəbəkəsinin orta sıxlığı 0,8 km/km², hövzəsinin sahəsi 2200 km². Həmin hövzədə olan çayların ümumi uzunluğunu hesablayın. Bunu təbii ki, düstura əsasən hesablayırıq. Düsturda çayların uzunluğu L ilə işarə olunur. Bildiyimiz kimi L-i tapanda biz sıxlığı vurmalıyıq hövzənin sahəsinə. Yəni 2200-i vuracağıq 0,8-ə. O da mən birbaşa cavabı yazacağam. 1760 kilometr edəcək. 1760 kilometr. Variantlara baxırıq. A variantı doğru cavabdır. 7-ci suala baxırıq. Doğru ifadələri müəyyən edin. Şimali Amerika materikinin çayları üç okeanın su toplayıcı hövzəsində yerləşir. Bəli, həm şimal buzlu, həm sakit, həm də Atlantik okeana aiddir. 2. Çayın su sərfi ilə səviyyəsi arasındakı əlaqə tərs mütənasibdir olmayacaqdır. Bu düz mütənasib olmalıydı. 2. Doğru ifadə deyil. 3. Temza çayının səviyyəsi il boyu kəskin dəyişmir. Bəli, bu doğru cavabdır. 1, 3. Livingston şəlalələrinin yerləşdiyi çayın su toplayıcı hövzəsi 3 yarımkürədə yerləşir. Bəli, həm şimal, həm cənub, həm də şərq yarımkürəsində yerləşir. 1, 3, 4 doğru cavabdır. 5. Mekong, Huanghe və Colorado çayları musson rejimlidir. Mekong, Huanghe, bəli, musson rejimlidir. Lakin Colorado çayı musson rejimli olmadığı üçün 5-i götürmürük. 6. Lena və Pechora çaylarının mənsəblərində gecə və gündüzün növbələşməsi pozulmur. Yox, pozulur olacaqdır. 6-nı da götürmürük. 1, 3, 4. 7-nin cavabı C variantıdır. 8-ci suala baxırıq. Doğru ifadələri müəyyən edin. Azərbaycan ərazisində çaylar əsas relyef vahidlərinə uyğun olaraq 3 qrupa bölünür. Bu səhv cavabdır. 4 qrupa bölünür olacaqdır. Biri götürmürük. Palçıqlı yerlər arid denudasiyon relyefə malik ərazilərdə müşahidə olunur. Bəli, bu düzgün cavabdır. 2. Böyük Qafqazın şimal-şərq yamacının çayları əsasən qar və buzlaq suları ilə qidalanır. Doğru cavabdır. 2 və 3. Kiçik Qafqaz tektonik zonasından keçən çayların hamısı tranzit çaylardır. Xeyr, hamısı tranzit deyil. 4-ü götürmürük. Abşeron Qobustanın çayları quruyan çaylardır. Bəli, yayda quruyurlar. 2, 3, 5. Talış dağlarının çaylarının düşməsi Araz çayının sol qollarının düşməsindən çoxdur. Xeyr, azdır əksinə. Çünki Talış dağlarının mütləq hündürlüyü deməli Naxçıvanın dağlarından az olduğu üçün ona görə düşmə daha az olmuş olacaq. Deməli, doğru variantlar oldu ki, 3, bir də 5. 8-in cavabı A variantıdır. 9-cu suala baxırıq. Uyğunluq gözlənilmişdir. Su anbarları, inzibati rayonlar. A variantına baxırıq. Arpaçay, Şahbuz rayonunda deyil. Arpaçay Şərur rayonundadır. A-nı götürmürük. Varvara Samuqda deyil. Yevlaxdadır. Biləş Lənkəranda deyil. Masallıdadır. Yenikənd Şəmkirdədir. Bəli, D variantı doğru cavabdır. E variantına baxırıq. Sərsəng Laçında deyil. Sərsəng Tərtər və Kəlbəcər rayonlarının ərazisindədir. 9-un cavabı D variantı olacaq. 10-cu suala baxırıq. 10-cu suala baxırıq. 1. Deməli, oxuyaq. Afrika materikində yerləşən çay və göllər üçün səciyyəvi əlamətləri müəyyən edin. 1. Həm estuari, həm də deltaya malik olan çaylar mövcuddur. Bəli, 1 doğru cavabdır. 2. Qida mənbələri arasında qar və buzlaq suları üstünlük təşkil edir. Xeyr, yağış suları üstünlük təşkil edir. 2. Səhv cavabdır. Viktoriya gölündən başlanan çay Hind okeanına tökülür. Xeyr, bu səhv cavabdır. 2 hələ ki 2 düzgündür. Kariba su anbarının yerləşdiyi çayın mənsəbi Mozambikdə yerləşir. Bəli, bu Zambezi çayıdır. Zambezi çayının da mənsəbi Mozambikdə yerləşir. 4, 2, 4.
Aralıq dəniz iqlim tipi hakim olan ərazilərdə çaylar qışda bol sulu olur. Deməli, bircə dəqiqə. Hə. Aralıq dəniz iqlim tipi bəli, düz deyirlər. Çünki Aralıq dəniz iqlim tipi bildiyimiz kimi subtropik iqlimin bir tipidir və yayda tropik, qışda mülayim olduğu üçün qışda mülayim hava kütlələri bol yağıntı gətirir. Çaylarda ona görə bol sulu olur. 5 də düzgün cavabdır. Nasir su anbarının üzərində yerləşdiyi çay cənub istiqamətində axır. O xeyr, Nil çayından bəhs edirlər. Nasir su anbarı bildiyimiz kimi Nil çayı üzərindədir, lakin Nil çayı cənub istiqamətində yox, şimal istiqamətində axır. Deməli, doğru cavablarımız hansıları oldu? 1, 4 və 5. A variantı. Onun cavabı A variantıdır. 11-ci suala baxırıq. Çayların qolları haqqında doğru ifadələri müəyyən edin. 1. Nil çayının Mavi Nil qolunun mənbəyi Tana gölüdür. Bəli, 1 doğru cavabdır. 2. Volqa çayının Kama qolu Ural dağlarının şərq yamacından başlayır. Xeyr, bu doğru ola bilməz. 2 səhv cavabdır. 3. Mississippi çayının Ohio qolu Appalas dağlarından başlayır. Bəli, bu da düzgün cavabdır. 4. San Francisco çayı Amazon çayının sağ qolu hesab edilir. Xeyr, San Francisco Amazonun qolu deyil. 4 səhvdir. Kongo çayının bütün qolları ekvatorial iqlim qurşağında yerləşir. Xeyr, subekvatorialda da yerləşir. 6. Ankara çayı Baykal gölündən başlayaraq Yenisey çayına tökülür. Bu da doğru cavabdır. Deməli 1, 3, 6, 11-in cavabı Y variantıdır. 12-ci suala baxırıq. Eroziya baisi eyni dəniz olan çayları müəyyən edin. Don Azov dənizinə tökülür. Oder, Neva, Visla hər üçü də Baltik dənizinə tökülür. Oka, Volqa çayına tökülür. Po, Adriatik dənizinə. Deməli 2, 3, 4 doğru cavabımızdır. 12 B variantıdır. 13-cü suala keçid edirik. Sakit Atlantik Hind, Şimal Buzlu okeanlarına aid olan coğrafi obyektlərin müvafiq ardıcıllığını müəyyən edin deyir. A variantına baxırıq. Alyaska körfəzi, bəli, Sakit okeana aiddir. Liguriya dənizi Hind okeana aiddir. Sokotra adası, bircə dəqiqə, üzr istəyirəm. Liguriya dənizi Atlantik okeana aiddir. Sokotra Hind okeana aiddir. Victoria Şimal Buzlu okeana aiddir. A variantı doğru cavabdır. B variantına da baxaq. Siam körfəzi, bəli, Sakit okeana aiddir. Sonra Fandi körfəzi Atlantik okeana aiddir. Andaman dənizi Hind okeana aiddir. Vrangel adası Şimal Buzlu okeana aiddir. B variantı da düzgün cavabdır. A da düzgündür, B də düzgündür. Yəni bu test tapşırığında səhv eləyiblər. Çünki bir də baxaq. Siam Sakit okeanadır. Fandi Atlantik, Andaman Hind, Vrangel Şimal Buzlu. A'ya da baxaq bir də. Alyaska Sakit okean, Liguriya dənizi Atlantik okean, Sokotra adası Hind okeana aiddir. Victoria adası Şimal Buzlu. Bu test tapşırığında 2 cavabı var da səhv olub da böyük ehtimal. Səhv düşüb burada. Nəysə, 14-cü suala keçid alaq. Xəritə sxemə əsasən doğru olmayan bəndləri müəyyən edin. Deməli 1 Taxo çayıdır, 2 Loara çayıdır, 3 Elba çayıdır, 4 Visla, 5 olacaq Reyn çayı, 6 isə Dnepr çayıdır. İndi baxaq görək, birdə nə deyir? Mülayim işıqlanma qurşağında yerləşir. 1, 3 və 4. Bəli, hər üç də mülayim işıqlanma qurşağındadır. Bizdən doğru olmayan ifadələri soruşur. 2-yə baxırıq. 1, 3, 5, 1, 3 və 5. Mənsəbləri mülayim dəniz iqlim tipində yerləşir. Bizə dəqiqə baxaq. 1, 3 və 5. Bu səhv cavabdır. Çünki 1 mülayim dəniz yox, subtropikə düşür. Deməli, bunu götürəcəyik. Bizdən düzgün olmayan ifadələri soruşur. 2-ni götürürük. Yerləşdikləri ərazi cavan platformadır. 3, 4, 6. Xeyr, cavan platforma deyil. Şərqi Avropa qədim platformadır. 3-ü də götürürük. Tranzit çay hesab edilir. 1, 5 və 6. Bəli, hər üçü də bir neçə ölkənin ərazisindən axdığı üçün tranzit çaydılar.
4'ü götürmürük. 2, 4, 6. 2, 4, 6 eyni okean hövzəsinə aiddir. Deməli 2, 4, 6. Aha, bəli. Hər üçü də eyni okean hövzəsinə aiddir. 6, 3, 4, 6 daxili dənizə tökülür. Xeyr, 6 daxili dəniz olsa da 3 və 4 daxili dəniz, hətta 4 də daxili dənizdir, lakin 3 artıq daxili dəniz olmayacaq. Ona görə deməli 6 da düzgün variant deyil. 2, 3 və 6 14-ün cavabı olacaq D variantı. 15-ci suala baxırıq. Ardıcıllığın pozulduğu sıraları müəyyən edin. Bir Qarda gölü İtaliya ölkəsinin ərazisindədir. Bəli, vulkanik mənşəli göl deyil, buzlaq tektonik mənşəli göldür. Ona görə burada ardıcıllıq pozulub. İkinci baxırıq. Sayma gölü İsveç yox, Finlandiya ölkəsinin ərazisində yerləşir və Sayma gölü buzlaq mənşəli göldür. Deməli 2-də də pozulub. 1, 2, 1-2, bir də 4-5 olacaq. Isıqqul gölü Tacikistanda yox, Qırğızistanda yerləşir. Tektonik mənşəli göldür. Winnipeg ABŞ-da yox, Kanadada yerləşir. Buzlaq mənşəli göldür. Deməli 1, 2, 4, 5 B variantı. Digərlərinə baxaq. Tanganika gölü Tanzaniyada yerləşir. Tektonik mənşəli göldür. Doğru cavabdır. Lamnor gölü Çin ölkəsinin ərazisindədir. Tektonik mənşəli göldür. Maral göl Azərbaycanda uçqun bənd mənşəli göldür. Balxaş Qazaxstanda tektonik mənşəli göldür. Onlar doğrudur. 15-in cavabı B variantı. 16-cı suala baxırıq. Doğru olmayan ifadələri müəyyən edin. 1. Beton örtüksüz fəaliyyət göstərən suvarma kanalları quru iqlim şəraitində şoranlaşmanın yaranmasına səbəb olur. 1. Doğrudur. 2. Bataqlıqlar quru sahəsinin 30%-dən çox hissəsini tutur. Xeyr, 30%-dən çox yox. 4 və 6%-ni tutur. 2 doğru cavab deyil. 3. Skandinaviya dağlarında qar xəttinin mütləq hündürlüyü Alp dağlarındakından daha çoxdur. Xeyr, daha azdır. Çünki ekvatordan qütblərə doğru getdikcə qar xəttinin hündürlüyü azalır. 2 və 3-ü götürəcəyik. Vasyugan bataqlığı Orta Sibir yaylasında yerləşir. Xeyr, Qərbi Sibir ovalığında yerləşir. 2, 3, 4 doğru olmayan ifadələrdir. Götürürük. 16-nın cavabı Y variantıdır. 5-ə baxaq. Pamir və Tian-Şan dağlarında buzlaqlara rast gəlinir. Bəli, hündürlükləri yüksək olduğu üçün buzlaqlara rast gəlinir. Böyük Sahrada zəngin artezyan sular mövcuddur. Bu da doğru cavabdır. 17-ci suala baxırıq. Bu hafizə yönümlü sualdır. Xəritə sxemə əsasən coğrafi obyektlərin adlarının düzgün verildiyi bəndi müəyyən edin. 1-ə baxırıq. 1 Riga körfəzidir. Riga körfəzi. 2 Fin körfəzi. 3 Botnik körfəzidir. Bunu xəritədə baxsaz asanlıqla görə bilərsiniz. Botnik körfəzi. 4 Ağdənizdir. 5 Skagerrak boğazıdır. 6 Kola yarımadasıdır. 7 Jutlandiya yarımadasıdır. Bircə dəqiqə, görsənir. 7 Jutlandiya yarımadası. 8 isə Ladoqa gölüdür. Belə. Baxaq variantlara. A variantı doğru cavabdır. Elə A variantında götürəcəyik. Keçdik 18-ci suala. Titicaca və Tanganika gölləri üçün oxşar əlamətləri müəyyən edin. Deməli, Tanganika yerləşir Afrikada, Titicaca yerləşir Cənubi Amerikada, dağ gölüdür. Tanganikada qravin mənşəli göldür. Deməli, bir litosfer tavalarının konvergent sərhədində yerləşir. Xeyr, Titicaca konvergentdir, lakin Tanganika konvergent deyil. Ona görə biz 1-i götürmürük oxşar xüsusiyyət kimi. 2-yə baxırıq. Yerləşdiyi materikdə Aralıq dənizi iqlim tipinə rast gəlinir. Bəli, bu doğru cavabdır. Həm Cənubi Amerikada, həm də Afrikada Aralıq dənizi iqlim tipi var. 3 qrabində yerləşir. Xeyr, bu sadəcə Tanganikaya aid olan xüsusiyyətdir. Titicaca qrabində yerləşmir. 2 və ya daha artıq ölkə ərazisində yerləşir. Bu hər ikisinə də aiddir. Çuxurları eksogen qüvvələrin təsiri ilə yaranmışdır. Bu hər ikisinə aid olan xüsusiyyət deyil. Tropik işıqlanma qurşağında yerləşir. Bəli,
Hər ikisi də tropik işıqlanma qurşağında yerləşir. 18-ci cavabı olacaq. C variantı 2, 4 və 6 oxşar xüsusiyyətlərdir. 19-cu suala baxırıq. Doğru ifadələri müəyyən edin. Qara, Baltik və Azov dənizləri qış aylarında donmaya məruz qalırlar. Bəli, şimal hissələri qış aylarında donmaya məruz qalır. Bir doğru cavabdır. Amudərya və Sırdərya çayları qış aylarında bol sulu olur. Yox, yay aylarında bol sulu olur olacaqdır. 2 səhv cavabdır. 2-ni götürmürük. Parana çayı və bəzi qollara ağac axıdılmasında istifadə edilir. Bəli, düzgündür. 1, 3. Müqəddəs Lavrenti və Zambezi çayları keçid iqlim qurşağında yerləşir. Xeyr, Müqəddəs Lavrenti mülayim iqlim qurşağında yerləşir. Ona görə, yəni mülayim iqlim qurşağı deməli əsas iqlim qurşağıdır. Zambezi bəli, keçiddə yerləşir. 4 səhv cavabı olmuş olur. Keçdik 5-ə. Volqa, Don, Peçora və Saluin çayları qış aylarında donmaya məruz qalır. Burada Saluin qış aylarında donmur. Ona görə 5-i də götürmürük. Sayma və Venerin gölləri Michigan gölü ilə eyni iqlim qurşağında yerləşir. Bu da doğru cavabdır. Eyni iqlim qurşağındadılar. Mülayim iqlim qurşağındadılar. Deməli, doğru variantlar oldu. 1, 3 və 6. D variantı. 19-cun cavabı D variantıdır. 20-ci suala baxırıq. Məsələ həllidir. A çayının orta meyilliliyi 2,5 metr bölünsün kilometr, uzunluğu isə 680 kilometrdir. A çayının mənbəyində atmosfer təzyiqi 440 mm civə sütunu. A çayının mənsəbinin mütləq hündürlüyünü müəyyən edin. Biz düstura əsasən birinci bunu həll edəcəyik. Deməli, düsturumuz necə idi? Meyilliliyin düsturu var. Meyillilik bərabərdir H, yəni bu çayın düşməsidir. Bölünsün L. L də çayın qolları ilə birlikdə uzunluğudur. Deməli, biz buradan düşməni tapmalıyıq. Birinci, düşməni tapmaq üçün H bərabərdir. Meyillilik 2,5 vurulsun L. L də neçədir? 680. O da bərabərdir 1700 kilometr. 1700 kilometr. Sonra nə edəcəyik? Biz atmosfer təzyiqini bilirik mənbəydə. Mənsəbdə normal atmosfer təzyiqi bildiyimiz kimi 760-dır okean səviyyəsində. 760-dan 440-ı çıxarıq, taparıq atmosfer təzyiqi fərqin 760 olacaq. Aha. 440 o da edəcək neçə? 320. 320 təzyiq fərqidir. Biz bunu hündürlüyə çevirmək üçün mən həmişə deyirəm, ən asan variant ona vurmaqdır. Əgər 320-ni biz ona vursaq, hündürlüyü tapmış olacaq 3200 metr. Bu, yəni mütləq hündürlüyüdür dağın. Dağın maksimum mütləq hündürlüyü 3200 metrdir. Sonra nə edəcəyik? Çayın düşməsinin düsturuna əsasən, yəni H bərabərdir H1 minus H2. Burada H çayın düşməsidir. H1 mənbəyidir. H2-dən mənsəbidir. Bizdən də mənsəbini soruşur. Biz çayın düşməsini bayaq tapmışdıq. 1700 kilometr. İndi tərsinə yazmayayım. H1 bilirik artıq. H1 3200-dür. Yəni mənbəyidir. Başlandığı yer 3200. Çıxılsın. H2-ni bilmirik. Mənsəbidir H2. O da bərabərdir neçəyə? 1700-ə. 1700-ə. H-a. H2-ni buradan biz asanlıqla tapa bilərik. 1500 olacaq. Yəni mənsəb. 1500 metr. 20-nin cavabı A variantıdır. 21-ci suala baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Çaylar verilib, doğru fikirlər, bir də yanlış fikirlər. Nil çayı səviyyəsi tənzimlənib. Bəli, üzərində su anbarı var. Doğru fikirdir. Həm mənbəyində, həm də mənsəbində günəş zenitdə olur. Bu yanlış fikirdir. Mənbədə zenitdə olur, lakin mənsəbdə zenitdə olmur. Biri götürəcəyik. Biri götürəcəyik.
Keçdik 2-yə Volqa. Volqa yerləşdiyi ölkənin sahillərini 3 okeanın suları yuyur. Bu doğru cavabdır. Bəli, 3 okeanın suları yuyur. Mənbəyi Missisipi çayının mənsəbi ilə eyni iqlim qurşağında yerləşmir. Bəli, yerləşmir. Bu doğru fikir olduğu üçün bunu götürməyəcək. Çünki bizdən yanlış fikir olduğunu soruşur. Volqanın mənbəyi mülayim, Missisipinin mənsəbi subtropik iqlim qurşağında yerləşir. Yəni bu doğru ifadə olduğu üçün 2-ni götürmürük. 3. Murray su toplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir və aid olduğu okeanın sahəsi kiçilir. Xeyr, Hind okeanı aid olduğu okean Hind okeanıdır və Hind okeanı sahəsi kiçilmir, əksinə böyüyür. Bu doğru fikir deyil, ona görə 3-ü götürmürük. 4. Mekong düşməsi Volqa çayının düşməsindən daha kiçikdir. Xeyr, Mekongun düşməsi Volqa çayının düşməsindən böyükdür. 4-də götürmürük. Kolumbiya Yukon çayı ilə eyni okean hövzəsinə aiddir. Bəli, Sakit Okean hövzəsinə aiddirlər. Dib eroziyanın təsiri nəticəsində yaranan relyef formalarına rast gəlinmir. Bu yanlış fikir olduğuna görə götürəcəyik. Çünki dib eroziyanın təsiri nəticəsində relyef formaları yaranır orada. Ona görə biz 5-i götürürük. Burada çünki yanlış fikirdir. 1, 5, bir də 6-nı götürəcəyik. Şimal Buzlu Okean hövzəsinə aiddir Lena çayı. Bəli. Mənsəbi Amur çayının mənsəbi ilə eyni okeanda yerləşir. Xeyr, Lena Şimal Buzlu Okeana tökülür. Amur çayı Sakit Okeana tökülür. Yəni yanlış fikirdir bu. Ona görə götürürük. 1, 5, 6, 21-in cavabı B variantıdır. 22-ci suala baxırıq. Uyğunluğu müəyyən edin deyir. 1. Eroziya bazisi okean səviyyəsindən yüksəkdə olan çaylar. 2. Eroziya bazisi okean səviyyəsindən aşağıda olan çay. A. Reyn çayı. Reyn çayı eroziya bazisi okean səviyyəsindədir. Ona görə bu heç birinə aid deyil. C. Orinoco da həmçinin okean səviyyəsindədir. C-ni də çıxdıq. Sadəcə 3 dənədən seçim eləyəcəyik. Eroziya bazisi okean səviyyəsindən yüksək olan çaylar Sırdərya, 1-ə D aiddir. 2-yə eroziya bazisi okean səviyyəsindən aşağıda olan çaylar Kür, Samur, Azərbaycanın çayları. Bəli, Xəzər dənizinə töküldüyü üçün bu çaylar deməli eroziya bazisi okean səviyyəsindən aşağıdır. 2B, Y deməli hansı variant olacaq? Variantlar burada verilib yuxarıda. 22-nin cavabı olacaq D variantı. 23-cü suala baxırıq. Amazon çayı üçün doğru olmayan ifadələri müəyyən edin. 1. Uzunluğu Ucayali və Maranhão çaylarının bir-birinə qovuşduğu ərazidən hesablanır. 1 doğru cavabdır. Bizdən doğru olmayanı soruşulur. 2. Səviyyəsi il boyu kəskin dəyişmir. Bəli, səviyyəsi il boyu kəskin dəyişmir. 3. Yalnız bir ölkə ərazisindən axır. Xeyr, bu səhv cavabdır. Bir neçə ölkə ərazisindən axır. 3-ü götürürük. Axdığı ərazilərdə kimyəvi aşınma üstünlük təşkil edir. Bəli, bu düzgün cavabdır. 4-ü götürməyəcək. Yerləşdiyi materikdə mülayim musson iqlim tipinə rast gəlinir. Xeyr, bu səhv cavabdır. Mülayim musson yoxdur Cənubi Amerikada. 6. Mənsəbinin yerləşdiyi sahillərdən soyuq okean cərəyanı yox, isti okean cərəyanları keçir olacaqdır. Yəni doğru olmayan ifadələr hansı oldu? 3, 5, bir də 6. 24-cü suala keçid alırıq. Doğru ifadələri müəyyən edin. Quraq iqlim şəraitinə malik olan ərazidən axan çayların sel təhlükəsi mövcud deyil, əksinə sel təhlükəsi var, bir doğru ifadə deyil. 2. Victoria və Ontario göllərindən başlayan çaylar eyni okeana tökülür. Bəli, 24-ün cavabı 2-ni götürə bilərik, doğru cavab kimi. 3. Dünya okeanında formalaşan dalğalar həm endogen, həm də eksogen qüvvələrin təsiri ilə yaranır. Bəli, 3 də doğru cavabdır. Aralıq dənizinin orta duzluluğu Oxot dənizinin orta duzluluğundan daha azdır, yox, daha çoxdur olacaqdır. 4-ü götürməyəcəyik. Şərqi Avropa çaylarının dərələri genişdir, gəmiçilik üçün yararlıdır. Deməli, 24-də 5-i götürəcəyik, bəli, çünki düzgün cavabdır. Həqiqətən dərələr enlidir, gəmicilik üçün yararlıdır. Elton və Baskunçak gölləri müxtəlif materiklərdə yerləşir, yox, eyni materikdə yerləşir, Avrasiya materikində yerləşir. Deməli, 24-ün cavabı 2, 3 və 5. 25-ci suala keçid edirik. Eyni iqlim qurşağında yerləşən adaları müəyyən edin. Aleut mülayim iqlim qurşağında yerləşir. Bizdən də eyni iqlim soruşur.
Kuril mülayim iqlim qurşağında yerləşir. Shikoku yerləşir subtropikdə, İslandiya yerləşir subarktikdə, Devon yerləşir arktikdə, Newfoundland yerləşir mülayimdə. 1, 2 və 6 doğru cavablarımızdır. 26. Orta duzluluq göstəricinə malik olan 9 ton okean suyunu buxarlandıraraq əldə olunan duzu qırmızı dənizin neçə ton suyundan əldə etmək olar? Gəlin bunu edək. Deməli, bildiyimiz kimi 1 tonda 35 kiloqram duz var. Tənasüblə həll eləyəcəyik. 35 kiloqram. 9 tonu tapacaq ki, 9 tonda nə qədər duz var? X. X bərabərdir 9 vurulsun 35, o da bərabərdir 315. İndi bilirik ki, qırmızı dənizdə 1 ton suda neçə kiloqram var? 42 kiloqram. X tonda 315 kiloqramı tapacaq. 315 kiloqram. Daha doğrusu üzr istəyirəm. 315 kiloqram da düz demişəm. 315 kiloqram. 315 kiloqram. X bərabərdir. 315-i də bölməliyik 42-yə. 315. Bölünsün 42, birbaşa cavabı yazıram. Vaxt getməsin. 7, 10-5. Belə. Keçdik 27-ci suala. Uyğunluğu müəyyən edin. 1 Amur çayı, 2 Amudərya çayı. Gəlin baxaq. Burada yazaq bir hansı? 1, 2. 1, 2. Qidalanmasında qar və buzlaq suları üstünlük təşkil edir. Bu Amudərya çayına xas olan xüsusiyyətdir. 2A. Suvarmada çox geniş istifadə edilmir. Bu Amur çayına xas olan xüsusiyyətdir. B getdi 1-ə. Mənsəbi subtropik iqlim qurşağında yerləşir. Xeyr, bu ikisinə də xas olan xüsusiyyət deyil. Heç birinə aid xüsusiyyət deyil. C-ni ümumiyyətlə götürmürük. C-ni. D-yə baxırıq. Mənsəbi orta qırışıqlıq vilayətində yerləşir. Bu 1-ə aiddir. Amur çayına. Amur çayına aiddir. D getdi 1-ə. Su toplayıcı hövzəsində düz radiasiyanın kəmiyyəti böyükdür. Təbii ki, bu da Amudərya çayıdır. Niyə görə? Mərkəzi Asiyada yerləşir. Səhralardan axdığına görə düz radiasiyanın kəmiyyəti təbii ki, böyük olmuş olacaq. Deməli, 1 B-dir, 2 isə A və Y. Keçdik situasiya tipli tapşırıqlara. A dənizində günəş zenitdə olmur. Və eyni zamanda yerləşdiyi ərazidə gecə və gündüzün adi növbələşməsi pozulmur. Deməli, əgər günəş zenitdə olmursa, deməli bu 20,5 dərəcə şimal və cənub en dairələrindən yuxarıda olmuş olacaq da. Çünki günəş 20,5 dərəcə şimal və cənub enliyinə qədər zenitdə olur. Əgər gecə və gündüzün adi növbələşməsi pozulmursa, deməli qütb dairələrindən aşağıda 20,5 dərəcə şimal enliyindən yuxarıda yerləşəcək. Deyir ki, bu dəniz 2 yarımkürədə yerləşir. 2 yarımkürədə, yəni həm şimal-şərq ya da şimal-qərb olmuş olacaq və qərbində yerləşən dənizlə həm boğaz, həm də kanal vasitəsilə əlaqəsi mövcuddur. Bu cənub yarımkürəsində deyil. Niyə görə? Çünki artıq cənub yarımkürəsində 66,5 dərəcədən 90 dərəcəyə qədər, yəni artıq okeanlar olur, dəniz olmur, yoxdur da. Yəni ona görə bizim dənizimiz ancaq şimal yarımkürəsində yerləşir. Şimal yarımkürəsində yerləşir və qütb dairələrinə yaxın yerləşir də. Yəni həm 20,5 dərəcə şimal enliyindən yuxarıda, 66,5 dərəcə cənub enliyindən aşağıda olmuş olacaq. Və bu dəniz 2 yarımkürədə yerləşir deyir. Qərbində yerləşən dənizlə həm boğaz, həm də bu Baltik dənizidir. Baltik dənizindən qərbdə Şimal dənizi yerləşir və həqiqətən də Şimal dənizi ilə həm kanal, həm də boğaz vasitəsilə əlaqələnir. Həm şimal və həm də şərq yarımkürəsində yerləşir.
İndi gəlin baxaq görək nə deyir. 28-ə baxırıq. A dənizini, bunu tapdıq artıq. Baltik dənizidir A dənizi və bu dənizə tökülən çayları müəyyən edib yazın. Sizə tövsiyəm odur ki, ümumiyyətlə test tapşırıqlarını eləyəndə mütləq şəkildə yanınızda xəritəniz olsun. Mütləq şəkildə. Və baxın xəritəyə. Bilmirsinizsə mütləq şəkildə xəritəyə baxın ki, gözünüz öyrəşsin. Tapın həmin dənizlərin yerini, istifadə edin. Bir neçə dəfə, bir, iki, hər dəfə ümumiyyətlə baxın ki, qəbul imtahanına qədər. Artıq göz yaddaşı deyilən bir şey var da. Bir dəfə baxacaqsınız, iki dəfə baxacaqsınız, üç dəfə baxacaqsınız və artıq onların, dənizlərin, okeanların, çayların, göllərin hər birinin yeri sizin yaddaşınızda qalacaq. Deməli, əgər siz Baltik dənizinə tökülən çayları bilmirsinizsə, açırsınız xəritəni, Baltik dənizini tapırsınız və Baltik dənizinə hansı çaylar tökülürsə, onları bir-bir yazırsınız. Xəritəyə baxıb yazırsınız. Bu şəkildə sizin yaddaşınızda daha yaxşı qalacaq. Baltik dənizinə tökülən çaylardan biz hansıları yaza bilərik? Yaza bilərik Neva çayını. Xəritədən baxa bilərsiniz. Neva çayını. Yaza bilərik Visla çayını. Qonşudan uşaq səsləri gəlir, üzrlü hesab eləyin də. Çünki bu mütləq şəkildə çəkməliyəm bu videonu, o gecikir. Visla, Oder. 29-cu suala baxırıq. A dənizinin ölkəmizə nəzərən istiqaməti. A dənizi Baltik dənizidir. Baltik dənizi Azərbaycanın şimal-qərb istiqamətində yerləşir və bu dənizin xəritəsinin ən az təhriflə tərtib edildiyi proyeksiyanı müəyyən edin. Təbii ki, bu konusvari proyeksiyadır, konus proyeksiyasıdır. Konus proyeksiyası ilə biz bildiyimiz kimi qütb ətrafı ərazilərin xəritələri tərtib olunurdu. Yəni ona görə burada olacaq konus proyeksiyası. Nəhayət 30-cu suala baxırıq. A dənizinə aid olan körfəzlər və bu dənizlə eyni okean hövzəsinə aid olan daxili dənizləri müəyyən edib cədvələ yazın. Yeni xəritədən istifadə edirsinizsə, əgər bilmirsinizsə, mütləq şəkildə yeni xəritədən istifadə edirsiniz. Və ya bilirsiniz də yenə də baxın. Hər dəfə baxın yerlərinə, körfəzlərin yerlərinə baxın, çayların yerlərinə baxın və s. Deməli, A dənizinə aid olan körfəzləri soruşur bizdən. Deməli, yazacaq Botnik körfəzi, Botnik, Baltik dənizi, A dənizi, Fin körfəzi, Riga körfəzi. Kifayət edir, Riga körfəzi. Yenə bizdən daxili dənizləri soruşur. Eyni okean hövzəsinə aid olan daxili dənizləri soruşur. Təbii ki, bu Atlantik okeanı dənizləri olmuş olacaq. Atlantik okeanı dənizlərinə misal üçün Qara dənizi yaza bilərik. Yaza bilərik Aralıq dənizi, Adriatik dənizini yaza bilərik və s. Adriatik. Belə. Bu sınağın da sonuna gəldik. Ümid edirəm ki, sizlər üçün faydalı video olmuşdur. Xahiş edirəm kanala abunə olun ki, dərslərimizi, sınaqlarımızı digər abituriyentlər də görsün və ya MİQ-ə hazırlaşan digər müəllimlər də görsün. Buna görə kanala mütləq şəkildə abunə olun və bəyəndinizsə bəyən butonuna basmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Gələn sınaqlarda görüşmək üzrə.